Yeni bir mənzildə hamınızı salamlayıram. Dəyərli kanalımızın abunəçiləri, bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin düz mərkəzində Bravo Marketin qarşısında yeni tikili binada 3 otaq studiya şəklində düzəlmə, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzili sizlərə təqdim edəcəm. Mənzilimiz yeni təmir olunub, təmir zamanı keyfiyyətli və bahalı materiallardan istifadə olunub. Ən əsası mənzilin qarşısı açıqdır. Gün düşən mənzildir, gün çıxan istiqamətə baxır, inşaatçılar istiqamətə baxışı var və mənzilin qonaq otağından eyvana çıxış mövcuddur. Belə bir gözəl eyvan hissəsi var. Baxın, bu şəkildədir, səliqəlidir. İnşaatçılar metrosuna cəmi 7-8 dəqiqəlik məsafədə yerləşir. Baxın, orada inşaatçılar metrosu yerləşir. Günəş Petroldan Yeni Yasamala düşdünüz. Bravo Marketin düz qarşısındadır. İnşaatçılar metrosuna isə avtobusla 2 dayanacaq məsafəsindədir. Eyvan hissədir. Belə bir səliqəli eyvan hissə var. Burada qaz sərğəzi yerləşdirilib. Kombi hissəsi burada yığılıb. Səliqəli, təmir olmuş bir mənzildir. 2 otaqdır qanuni. 90 kvadrat ümumi sahədir. 3 otaq studiya şəklində düzəlib. Çox səliqəli, gözəl təmirli, geniş bir mənzildir. Hal-hazırda studiya qonaq otağındayıq. Baxın, bu şəkildədir. Burada mətbəx hissə düzəlib. Baxın, belə bir gözəl mətbəx hissə var. Yığılmış mətbəx mebeli təchiz olunub. Döşəməsi qranit mərmər və istifolla təchiz olunub. Lazım olan aksesuarların bir çoxu ilə də təmin olunmuşdur. Baxın, bu şəkildə belə bir studiya qonaq otağı var. Divarda gözəl aboylardan, buralardan, asma tavandan və çıl-çıralardan istifadə edilir. Həmçinin orada baxın, TV stent hissəsi də yığılıb. Keçək digər hissələrlə tanış olaq. Burada giriş qapısıdır. Baxın, daxil olduqda gözəl bir dəhliz hissə var. Giriş qapıdan sağ tərəfdə qardırop hissəsi yerləşdirilib. Burada döşəmə qranit mərmər və istifolla təchiz olunub. Burada mənzilin qonaq otağı, birinci yataq otağı, ikinci böyük yataq otağı yerləşir. Burada isə mənzilin sanitar qovşağıdır. Burada kiçik yataq otağı yerləşir. Baxın, burada belə bir kiçik yataq otağımız var. Orta mənzildir, qarşısı açıqdır. Hal-hazırda evdə heç bir istilik sistemi istifadə olunmadan ev hal-hazırda istidir. Orta mənzil olduğu üçün qazı, suyu, işığı daimidir. İstilik sistemi kombidir. Burada isə mənzilin ikinci yataq otağı olan böyük yataq otağı yerləşir. Baxın, bu şəkildədir. Böyük yataq otağımız kifayət qədər geniş sahəyə malikdir. Baxın, bu şəkildədir. Mənzil 19 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. 90 kvadrat ümumi sahəyə malikdir. 2 otaq olub, qanuni 3 otağa ev sahibi tərəfindən düzəlib və təmirdən də sonra yaşayış olmayıb. Burada isə mənzilin sanitar qovşağı yerləşir. Baxın, belə bir gözəl sanitar qovşağı var. Lazım olan aksesuarlarla təmin olunub. Döşəmə istifoldur və burada isə gizli bir duş qabını hissə yığılı şəkildədir. Keçək isə mənzil haqqında ümumi məlumatı və qiyməti sizlərə qeyd edəcəm. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin girişi Əsəd Əhmədov küçəsi, Bravo Marketin qarşısı, yeni tikili 19 mərtəbəli binanın 7-ci mərtəbəsində yerləşir. 90 kvadrat ümumi sahəyə malikdir. Yeni təmir olunub, təmirdən sonra yaşayış olmayıb. 2 otaq, 3 otaq şəklində düzəlib. Sənəd MTK müqaviləsidir. Qiymət 220.000 manat başlanğıc qiymətdir və real alıcıya indirim olunacaqdır. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.